Səbail rayonu Bayıl qəsəbəsində yerləşən bu binalar hələ ötən əsrin əvvəllərində inşa edilib və istismar müddətini çoxdan başa vurub. Səbail rayon icra hakimiyyətindən verilən məlumata görə isə belə binalar qəzalı vəziyyətdə olduğundan bunlar söküləcək, hal-hazırda burada yaşayan sakinlərə isə yeni evlər veriləcək. 9 ərazidə bizdə bu işlərə start verilmişdir. Belə ki, söküləcək binaların sakinlərə əvvəlcədən onların müvəqqəti olaraq yaşaması üçün kompensasiya verilir və yaxud da bunun üçün onlara evlər tutularaq kirayə evlər tutulub verilir və tikinti müddəti başa çatdıqdan sonra sakinlərə o həmən tikilmiş binalarda tam təmirli, onların malik olduqları evlərdən, kvadratından da, sahəsindən də böyük mənzillər verilir. Sökülməsinə qərar verilən binalar Bayıl qəsəbəsində Xanlar küçəsi 51, 16, 85, 57, 59, Qurban Abbasov küçəsində isə 58, 62, 62A ünvanlarında yerləşir. Həmin binaların sakinləri evlərində ölçmə işləri aparıldığını, ancaq onlara ətraflı məlumat verilmədiyini bildirir. Şərtlərini bilmirik. Bilmirik qadına. Ölçüblər evləri? Ölçüblər. Heç nə də deməyiblər. Bəli, deyirlər, sökəcəklər. Şərtlər nədir, razısınız? Şərtlərin heç bir şərt qoymayıblar. Deməyiblər hələ heç. Xeyr. Deyiblər haçan köçəsiz buradan? Yox, deməyiblər. Eləsi var deyib dekabra köçəsi, sən ələm bilmir. Dəqiq vaxt deməyiblər? Yox, dəqiq bilmir. Səbail rayon icra başçısının müavini Abid Əliyev bildirir ki, söküntü və yeni binanın tikilməsini özəl şirkət müqavilə əsasında həyata keçirəcək. Söküntü işi son ailə mənzildən çıxdıqdan sonra aparılacaq. Biz sakinlərin mövqeyini müdafiə edirik ki, onlar narazı qalmasınlar. Bağladığımız müqavilə əsasında onların tikintiyə başladıqları müddətdən 20-24 ay müddətində başa çatması nəzərdə tutulmuşdur. Sakinlərin kirayəyə, oradan da yeni evlərə köçürülməsi üçün də daşınma xərcləri tikintini həyata keçirən şirkət tərəfindən qarşılanacaq.